Mən bir dinlərsən. Sevgilim var. Bəli. Sevgili və iPhone 17 qarşılığında evlilik təklifi edə bilərsən? Bunun üçün 17 Pro ehtiyac yoxdur. Özüm də istəyirəm təklif eləməyi. Nə vaxtdan da fikirləşirdim. Bu gün də onsuz görüşəcəyik. Aha, deməli, mən sizin evlilik təklifinizi Western restoran tərəfindən edəcəm özüm. Hətta. Bəli. Məni takib edirsiniz? Yox. Əgər məni takib etsəydiniz məndən düz 500 manat pul qazanasıydınız. Ona görə də hər kəs məni takib etsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Onda sevgili və zəng elə məkana çağır. Gəl belə eləyək də onda. Çünki mən yığa bilməyəcəm. O hal-hazırda bunu aça bilməyəcək telefonu. Səs atacağam, o yaxınlaşacaq. Həyatım, bugünkü görüşümüzü biraz tezləşdirə bilərik, əgər uyğundursa. Sənə bir yer atacağam, konum atacağam. Taksini ora vurarsan. İndi isə cütlüyümüz gəldilər. İstəyirsinizsə gözünü açın elə. Özünüzü hal-hazırda indi necə hiss edirsiniz? Çox həyəcanlı. Siz bəs? Həyəcanlı. Olar ki, mən bugünkü hədiyyəmi verim. Olar. Mən bir dinlərsən. Alqış zəhmət olmasa, sizin son fikirləriniz nədir? Həqiqətən çox sağ olun. Bugün üçün minnətdaram. Sizin bəs? Mən çox həyəcanlıyam və çox xoşbəxtəm. Yalnız 14 fevralda deyil, sevgimizi hər gün hiss etdirməyi bacarın.